Azərbaycanda müharibə veteranlarının sosial təminatı ilə bağlı mühüm yenilik gündəmə gəlib. Artıq Qarabağ döyüşlərində iştirak etmiş və rəsmi olaraq müharibə veteranı statusu daşıyan şəxslərə əvvəlki kimi 21-30 gün deyil, minimum 46 gün əmək məzuniyyəti veriləcək. Bu barədə açıqlama Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Rəşad Mustafayev tərəfindən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında səsləndirilib. Nazir müavini bildirib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər dövlətin veteranlara göstərdiyi hörmət və sosial dəstəyin daha da gücləndirilməsinə xidmət edir. Onun sözlərinə görə bu addım vətən uğrunda xidmət göstərmiş bütün kateqoriyalara sistemli, ədalətli və inklüziv yanaşmanın davamıdır. Yeni qaydalar həm veteranların rifahının artırılmasına, həm də onların əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsinə yönəlib. Qeyd olunub ki, genişləndirilmiş məzuniyyət müddəti veteranların sağlamlığına, psixoloji rahatlığına və sosial müdafiəsinə əlavə töhfə verəcək. Bu dəyişiklik qəbul olunarsa, Azərbaycanda müharibə iştirakçıları üçün ən yüksək sosial təminat paketi formalaşmış olacaq.